Gəlin birlikdə 9-cu sinif OTK sınavının izahına baxaq. 31-ci sual. Çevrə verilmişdir, diametr çəkilmişdir. Biz bilirik ki, diametr çevrəni yarıya bölür. 180 dərəcəli qövs ayırır, daha doğrusu B, C, D nöqtələri verilib. AB, BC və CD, DF parçaları bir-birinə bərabərdir. Radiuslarla birləşdirsək, biz alaraq bərabər yanlı üçbucaqlar almış oluruq. 180 dərəcəni və bu üçbucaqlar bir-birinə bərabərdir. 4-ə bölsək 45 dərəcə alırıq. Hər bir bucaq 45 dərəcə almış oluruq. Bərabər yanlı olduğuna görə oturacağı bitişik bucaqlar bərabərdir. Onda bucaq BCD 2x-ə bərabər olacaq. Üçbucağın bucaqlarının cəmi 180 dərəcə olduğuna görə bu şəkildə götürürük. 2x bərabər 135 dərəcə alırıq. Yəni BCD bucağı 135 dərəcəyə bərabərdir. Doğru cavab C variantı. Gəlin 32-ci sualın izahına baxaq. 24 şagirdi verilib bizdə. 8-ə 5 hissəsi riyaziyyat dərnəyinə gedir. Riyaziyyat dərnəyinə getməyən şagirdlərin sayını tap. 24-ün 8-də 5 hissəsini tapsaq 15-ə bərabərdir. 24-dən 15 çıxsaq 9 eləyəcək. Doğru cavab 9-dur. B variantı. Gəlin 33-cü sualın izahına baxaq. 33-cü sualda 12AB kvadrat çıxsın 48A. Vuruqlarını ayırsaq 12A çıxır mütəci xaricinə. B kvadrat minus 4 olur. Müxtəsərlə vuruqları ayırsaq B minus 2, B plus 2 olacaqdır. Bizdə də bu doğru cavab Y variantı olacaq. Gəlin 34-cü sualın izahına baxaq. ABC bərabər tərəfli üçbucaqdır. BH perpendikulardır AC-yə. Onda bu 90 dərəcəyə bərabər olacaq. ABH bucağını soruşur. X götürsək, bərabər tərəfli olduğuna görə bucaq 60 dərəcəyə bərabərdir. Üçbucağın bucaqlarının cəmi 180 dərəcə olduğuna görə X bərabərdir 30 dərəcə alırıq. Doğru cavab C variantı. Gəlin 35-ci sualın izahına baxaq. Alfa bərabərdir 3x plus 18 dərəcə. İti bucaq 0 dərəcədən böyük, 90 dərəcədən kiçikdir. Buradan alarıq, hər tərəfdən 18-i çıxsaq 72 və 3-ə bölsək 24 dərəcə almış oluruq. Ən böyük bucaq burada 23 dərəcə olacaq. Doğru cavab Y variantı. Gəlin 35-ci suala baxaq. 0, 1, 2. Çoxluğunun elementlərindən rəqəmləri təkrarlanmayan neçə müxtəlif iki rəqəmli ədəd düzəltmək olar? 10, 20, 21 və 12 iki rəqəmli ədədlərini düzəltmək olar. 0 rəqəmi ilə başlayan ədəd olmadığı üçün bunu nəzərə alınırıq. Ümumi sayı 4-dən olacaq. Doğru cavab Y variantı. Davam edək. Gəlin birlikdə 37-ci sualın izahına baxaq. 37-ci sualda 5, 3 kök altda 5 bölünsün 6 bölünsün 4-cü dərəcədə 25. Sadələşdirsək 5-i vururuq 6-ya. 3 kök altda 5 vurulsun. Bu kök altda 25 eləyəcək. 4-cü dərəcədə 25-dən 5 eləyəcək daha doğrusu. 30 bölünsün 3 vuraq 5. O da cavab doğru cavab 2 alınacaq. B variantı. 38-ci sualın izahına baxaq. X üstü 3-də 1 vur X üstü 3-də 5 bərabər 9 alırıq. Vurmada qüvvətlər toplanılır. 3-də 6 bərabər 9. X kvadrat 9 alırıq. X də bərabərdir. Plus minus 3 alacaq. Amma biz doğru cavab kimi 3'ü götürəcəyik. Mənfi 3'ü götürməyəcəyik. Kənar kök olacaq. Niyə? Çünki mənfi ədədin kəsr üslü qüvvəti ola bilməz. Demək, doğru cavab D variantı 3 olacaq. Gəlin 39-cu sualın izahına baxaq. 39-cu sualda 12 ədədini 3 dəfə artırıb 12-ni vururuq 3'ə 36.
2 vahid azaltsaq 36-dan 2 çıxırıq, 34 almış oluruq. Doğru cavab D variantı. Gəlin 40-cı sualın izahına baxaq. X bərabərdir -1, 2x üstü 8 minus 6x üstü 5 plus 4x üstü 6. X'in yerinə -1 qoysaq, hər birində qoyuruq. 4 vur -1 üstü 6. Bu bizə 2 eləyəcək. 6 plus 4 alınır. 12 alınacaq. Doğru cavab B variantı. Gəlin 41-ci sualın izahına baxaq. 41. 20'də 7 kəsirli ədədini faizlə ifadə edin. 20'də 7 vur 100%, o da bərabərdir. 35% almış oluruq. Doğru cavab D variantı. Gəlin 42-ci sualın izahına baxaq. -2x böyükdür 4-dən. Mənfiyə bölsək işarə əksinə dəyişmiş olur. Ən böyük tam ədəd kimi biz -3'ü götürmüş olaraq. Doğru cavab D variantı. 43-cü sualın izahına baxaq. 7x minus 35 bölünsün 25 minus x kvadrat. 7 möhtəzə xaricinə çıxır. 5 kvadrat minus x kvadrat. Vuruqları ayırsaq 5 minus x, 5 plus x surət olduğu kimi qalsa ixtisar aparıq, amma işarə əksinə dəyişmiş olur. Doğru cavab D variantı. Gəlin 44-cü sualın izahına baxaq. Kvadrat çəkirik, adlandırsaq A, B, C, D. Kvadratın hər bir bucağı 90 dərəcədir. Diaqonallar kəsişir 45 alsaq. Diaqonallar arasındakı bucaq 90 dərəcə olur. Sinus 90 dərəcədə 1'ə bərabər olacaq. Diaqonallar arasındakı bucağın sinusunu tapın deyir. Sinus 90 dərəcədə 1'ə bərabər olur. Doğru cavab Y variantı. Devam edək. Gəlin 45-ci sualın izahına baxaq. 45. -3,2 və 5,3 ədədlər arasında çəksək ədəd oxu 1, 2, 3, 4, 5, 6, 5,3 burada yerləşəcək. -1, -2, -3, -4, -3,2 burada yerləşəcək. Daxil olan tam ədədlərin cəmini tap desək, oxşarlarımız islah gedəcək. Daha doğrusu əks ədədlər islah gedəcək. 3 plus 4 plus 5. 5. 3 də gelmiş olur. Daha doğrusu üstündən xət çəkməmişdim. 4 ilə 5'in cəmi 9 verəcək. Doğru cavab C variantı. Diqqətsizlik eləmişdim. 46-cı sual. A bərabərdir. Gəlin sual oxuyaq. 32 vur 10 üstü 8. B bərabərdir 10 üstü -3 vur A. A'nın yerinə həmin ifadəni qoysaq və oxşarımızı islah aparsaq, orada gəlin diqqət yetirək. 10 üstü -3 və 10 üstü 8. 8'dən 3 çıxsaq 32 vur 10 üstü 5 olacaq. Standart şəkildə göstərsək 3 onda 2 vur 10 üstü 6 olacaq. Tərtib 6'ya bərabərdir. Doğru cavab 6. Gəlin 47-ci sualın izahına baxaq. 47. 2 kiçikdir x kiçikdir 7 və -1 kiçik y kiçik 6'dır. Surəti 2'yə, surət demək əsnaf olar. Birinci bərabərliyi 2'yə vuraq, ikinci bərabərliyi -3'ə vurmuş olsaq, alaraq 4 kiçik 2x kiçikdir 14. -18 kiçikdir işarələr dəyişir. 3'ə bərabər olacaq. Tərəf-tərəfə toplasaq bu bərabərsizliyi -14 kiçikdir 2x minus 3y kiçik 17 bərabərsizliyi almış oluruq. -14'dən 17'yə qədər tam ədədlərdən 14'ə qədər, -13'dən 13'ə qədərlər islah gedir. Qalır 14 plus 15 plus 16. Bu da bizdə cəm 45'ə bərabər olacaq. Doğru cavab 45. Gəlin növbəti sualın izahına baxaq.
48-ci sualın izahına baxaq. Romb çəksək, biz bilirik ki, rombun bütün tərəfləri bərabərdir. İti bucaq 30 dərəcədir. H hündürlüyünü çəksək, düzbucaqlı üçbucaqda H hipotenuz, katet hipotenuzun yarısına bərabərdir. Perimetr isə tərəflərin cəmidir. Perimetrin hündürlüyə nisbətini tap deyir. P bölü H bərabərdir 4A bölü A bölü 2. A'lar ixtisar gedir, 8-ə bərabərdir. Doğru cavab 8. Gəlin 49-cu sualın izahına baxaq. Sistem bərabərsizlikdir. Uşaqlar 3x plus 6y bərabərdir k plus m. Sonsuz sayda nə vaxt həll olur? Biz bilirik ki, əmsalların nisbəti bərabərlik alınsa, doğru bərabərlik şəklində göstərir. Bu şəkildə olmalıdır. Birinci tənasübdən k-nı tapsaq, k bərabərdir 2 olacaq. İkinci tənasübdən 4 vurulsun 2 plus m bərabərdir 6 vuru 2. 8 plus 4m bərabər 12. 4m bərabərdir 4, m də bərabər 1 olacaq. K vur m hasilini soruşur. 2 vur 1, 2'ye bərabərdir. Doğru cavab 2. Gəlin 50-ci sualın izahına baxaq. 50-ci sualda boş olmayan A çoxluğu üçün n-a bərabərdir 2x minus 18'dir. N sayı göstərir. Naturalın ən kiçiyi 1'ə bərabər olduğu üçün 2x minus 18 böyük bərabər 1 yazırıq. 2x minus böyükdür 19. X böyük bərabər 9 onda 5 alınacaq. X üçün tam qiymət, ən kiçik tam qiymət 10 alınacaqdır. Gəlin 51-ci sualın izahına baxaq. Düzbucaqlı üçbucaqda çəkirik düzbucaqlı üçbucaq. Düzbucaq təpəsindən median çəkək. Biz bilirik ki, median hipotenuzun cəminə bərabərdir. Median ilə hipotenuzun cəmi 12'dir. Buradan S2m'ə bərabərdir. 3m bərabərdir 12, m bərabərdir 4 alırıq. S bərabər 8 almış oluruq. Üçbucaq xarici çəkilmiş çevrənin mərkəzi hipotenuz üzərindədir. R bərabərdir S bölü 2. 8 bölü 2 4'ə bərabər olacaq. Doğru cavab 4. Gəlin 52-ci sualın izahına baxaq. 52-ci sualda belə bir çevrələrdir. Bu çevrələr toxunur. O1, O2, AB toxunanın uzunluğunu soruşur. Radius toxunana perpendikulardır. 9, 4 götürsək, birləşdirsək, 9 ilə 4'ün cəmi 13 eləyəcək. Paralel köçürsək, buranı x qəbul eləsək, ümumi 9'dan 4'ü çıxsaq 5 alınır. Pifagor teoremini yazsaq, plus 5'in kvadratı 13'ün kvadratı. Buradan da x bərabərdir 169 çıx 25, 144, o da bərabərdir 12. Demək AB 12'ye bərabərdir. Doğru cavab 12. Gəlin 53-cü sualın izahına baxaq. Üçbucaq verilmişdir. A, D, S. A bucağı, BAS bucağı 2K'dır. ASB bucağı 3K'dır. 2K plus 3K plus 80, 180'e bərabərdir. 5K bərabər 100, K bərabər 20 alırıq. Onda A bucağı 40 dərəcə, S bucağı 60 dərəcəyə bərabər olur. Tənbölən bucağı yarıya böldüyü üçün bu bucaq 20 dərəcə, bu bucaq 60, bu bucağı x götürsək, 80 plus x bərabərdir 180, x bərabərdir 100 dərəcə alırıq. Doğru cavab 100 dərəcə. Gəlin 54-cü sualın, son 54 və 55-ci sualların izahına baxaq. A kvadrat çıxılsın B kvadrat 37'ye bərabərdir. A minus B vur A plus B. 2 natural ədədin hasili kimi götürsək, 1 vur 37'ye bərabər olacaq. Onda uyğun olaraq A minus B 1'ə, A plus B 37'ye bərabər olacaq. 2A bərabər 38, A bərabər 19 alırıq.
Uyğun olaraq B üçün 18 almış olaraq 19'dan 1 çıxsaq B 18 eləyir. A minus 1 vur B hasilini soruşur. 19 minus 1 vur 18. 18 vur 18. 324'e bərabər olacaq. Doğru cavab 324. Sonuncu 55-ci sualın izahına baxaq. Kürələr qara, ağ və sarıdır. Qara, ağı x qəbul etsək, qara 3 dəfə çox 3x olacaq. Sarı qaradan 2 dəfə çox 6x olacaq. Ümumi say 10x. Nisbət kimi götürsək 6x 2 ədədin faiz nisbəti kimi almış oluruq. Sarı kürələr ümumi kürələrin, bütün kürələrin 60%-dir və neçə faiz azdır desə, 100%-dən 60%-i çıxsaq, 40% almış oluruq. Doğru cavab 40. Bu qədər. Sınavımızın izahı bitdi.